barmaqla işə girəndə qoyulur, Bəli. işdən çıxanda qoyulur. Kartla, barmaqla. Nəsə də elə bir şey tətbiq eləsin. Axı onu da tətbiq eləmək mümkün deyil. Maddi texniki baza yox, sanitar qovşaq yox, istilik yox. Kitabxanalarda vəziyyət 0 dərəcəsindədir. Birinci, müdiriyyət işçiyə iş şəraiti yaratmalıdır. Ondan sonra ondan iş tələb eləməlidir. Və yaxud da ki, lap bir anlıq deyər ki, Emil müəllim bu qoyduğu qayda qanun düzdür. Bunu ən azından mən müdirəmsə, mənim kimi 84 dənə filial müdürü var. Yığmalıydı bu müdürlərin hamısını, səs verməyə qoymalıdır ki, mən belə bir qərar vermişəm. Yəni siz bu qərarla razısınız, yoxsa razı deyilsiniz. Yəni, valla orada da səsini çıxardanlarda biri mən olmuşam, ancaq mən olmuşam. Heç kim səsini çıxartmayıb, onlar da niyə çıxartmayıb? Niyəsini də deyir. Filial müdürlərinin 99%, 9-11-ci sinif tutaran, ixtisassız, vaxtı ilə kurslara gedən, sonra bu kombinat dağılanda kombinatın fəhlələri olub, hansı ki rüşvətlə işə girən adamlar olub. Bunlar da hamı başın girəliydi. O deyir, pensiya yaşım bitsin. Bu deyir, nə bilim, uşağımı oxudum. Bu deyir, filan borcumu ödəyim. Şikayətdir də, gerim torpağıma kim, torpağımı becərim. Yəni ki, konkret heç kim səsini çıxartmıyor. Bir də səsini çıxardan mən idim. Yəni onların içində o sadaladığınız adamlar ki var, məsələn, kursları keçib. Yəni onların konkret siyasi var mı? Var, konkret hamısının siyasi. Yəni açıqlamaq lazım deyil, sabiq olan. Sayla 8 nəfər ali ixtisas, sırf ixtisas kadrlı işçi var idi. Onlardan biri də mən olmuşam. Mən də bunlar hal-hazırda işdən çıxardılar. Özü nə ilə çıxardıblar? Birbaşa 70 şey maddəsi ilə. 19 illik stajımı onlar heç elədilər. Yox, 70 ilə çıxartmaq indi o işdə böyük bir nöqsan olar, yeyinti ola bilər. Heç bir nöqsan yoxdur. Ancaq dedikləri odur ki, müdürün verdiyi tapşırığı yerinə getirməmişdir. Tapşırıqda mən də deyirəm ki, bu tapşırıq deyil. Mən də deyirəm, tapşırıqda göstər. Hansı qanunda var o tapşırıq? Mən işə girəndə... Hansı bir ölkədə var? İndi Azərbaycanı qoyaqıram. Mən bilmirəm. Mən getmişəm bu Şəki əmək müfəttişliyinə. Orada Akif müəllim var, Akif Əliyev. Mənə deyir ki, yox, sən eləməlisən. Deyirəm, niyə eləməliyəm? Mən deyir, hər gün nazirliyə raport verirəm, kameranın qabağında dayanıram ki, bəs nədir? Mən işləyəm. Dedim, siz eləyə bilərsiniz. Arxanızda dedim, kombi, yanır, istilik. Böyünüzdə dedim, radiator, istiliyiniz, sanitar qovşağınız yerində. Valla internet sisteminiz yerində. Sizə bütün şərait yaradılıb. Yəni, belə bir yerdə müdiriyyətin tapşırığını yerinə getirməyən adam ancaq dəli adlandıra bilərəm. Axı, bizə o şəraitin heç biri yaradılmır. Mən də bunlardan dəfələrlə bunlara demişəm ki, mən ali ixtisaslı kadram. Mən niyə dağın başında uçuq söküb bir dənə, ucqar bir dənə yerdə işləməliyəm?